Salam değerli YouTube izleyicilerimiz. Şəxsi tikili evin əşyaları ilə birlikdə çox gözəl həyət evimiz satışa çıxıb. Evimiz dəyərindən aşağı və əlim yandı da qiymətlə satılır. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Yox, gedə bilər. Evin yerləşmə yeri Zabratdan üzü Maçdağaya gedən yolda. Magistral yolun tam kənarı. Araz market, barok meybelə çatmamış. Marşrut yolunu nəzərdə tutmuram. Birbaşa magistral yolun kənarı. 3 sot torpaq sahəsindədir. 3 sotdan bir balaca torpağı azdır. Yerdən kürsüdə tikilib 2 mərtəbədir, 7 otaqdır. 240 kvadratda evin ümumi sahəsidir. Evin həyətində də hamam sanitar qovşaq var. Evin daxilində də var. Evin də heç bir zabora bitişi yoxdur. Hər bir tərəfindən zaborundan geniş məsafəsi saxlanılaraq tikilib. Evimiz hər bir tərəfdən kamera sistemi ilə təchiz olunur. Evin ikinci mərtəbəsindən birbaşa balkonuna da çıxış eləmək olur. Mərtəbə arası monolit beton, kənarlarının kalonu var. Dörd bir tərəfdən də qoşadaşdan tikilmiş evdir. Evdə istilik sistemi kombidir, mərkəzi kanalizasiya sistemi var. Bir daha qeyd edirəm, əziz izləyicilərim, bütün əşyalar qalır. Bir dənə xaladenikdən başqa nə görürsünüzsə qalır. Evin ara divarlarını görürsünüz. Baxın, digər tərəfdən də ara divarlarına qədər hamısı qoşadaşdır. Solda gəlir evimizin mətbəx hissəsi. İstilik sistemi evdə kombidir. Hər bir şəraiti var. Burada yerləşir evimizin qonaq otağı. Kim alacaqsa Allah həm alana, həm də satan müştərimizə xeyrini versin inşallah. Birinci mərtəbədəki hamam sanitar qovşaqdır bura. Orta təminlidir, oranı sizə göstərmirəm. İkinci mərtəbədəki tam təminli vəziyyətdən. Bura yataq otağı. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə bizimlə əlaqə saxlayın. Evinizin satışına köməklik göstərək. Hər iki mərtəbə dəhliz sistemlidir. Bu bir yataq otağı. Hər bir otağın geniş pəncərəsi. Ev şəxsi tikilidir, möhkəm tikilidir və köhnə tikili evlərdəndir. Əzizlərim, evin qiyməti 160.000 manat deyilir. İnşallah ki, real alıcılarımız da olsa, evin qiymətində də yaxşı bir endirim olar evin sahibi tərəfindən. Bu da növbəti bir yataq otağı. Bir dənə balaca otaq qaldı. Oranı da sizə göstərim. Videomuzu bitirək. Qiymət, sənəd yəqin ki qeyd elədim. Bir daha qeyd edeyim. Evin də torpağında kupçasıdır. Paket kupçadır. Qiyməti də 160.000 manat. Evlə bağlı nə suallarınız olsa buyurub zəng edərək məlumat ala bilərsiniz. Bu da balkona çıxışdır. Daha oranı açıb göstərmirəm. Çöl tərəfdən sizə göstərdim hamısını. Evində gördüyünüz kimi heç bir qonşunun evinə, qonşunun zabona bir şey yox idi. Öz həyətinin ortasında tikilib. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.